Bugünkü videomuzda biz sizə Asiyada yaranmış qədim dövlətləri və onların yerləşdiyi coğrafi məkanı diqqətə çatdırmağa çalışacağıq. Biz bugün sizə məhz həmin dövlətlərin yerləşdiyi ərazini necə asanlıqla müəyyən etməsini diqqətə çatdıracağıq. Ümumilikdə istər abituriyentlər, istərsə də MİQ və sertifikasiya hazırlaşan həmkarlar və yaxud da müəllim adı qazanmaq istəyən hər kəs bu videoları izləməklə məhz xəritədə dövlətlərin müəyyən edilməsinin asan yolunu məhz öyrənə bilərlər. Deməli, çox bambadan keçək videomuzun izahına. Deməli, gördüyünüz Xəzər dənizi, Ərəbistan yarımadası, İran körfəzi, Hind okeanı, Hindistan yarımadası, Hind-Çin yarımadası və Çin ərazisi, Koreya və ümumilikdə Asiya ərazisi burada təsvir edilmişdir. İlk öncə başlayaq İran yaylasından. İran yaylasında 3 dövlət əsasən qədimdə mövcud olmuşdur. Midiya dövləti eradan əvvəl 672, eradan əvvəl 550-ci illərdə Fırat Kaştariti yaratmış, Assuriya qarşı üsyan nəticəsində meydana gəlmiş. Eradan əvvəl 550-ci ildə isə Fars nəslinin olan 2-ci Kir tərəfindən süquta uğradılmışdır. İkinci İran yaylasında mövcud olan dövlət Əhəməni dövlətidir. Eradan əvvəl 550-ci ildə 2-ci Kir tərəfindən yaradılmış, eradan əvvəl 330-cu ildə isə Makedoniya İskəndər tərəfindən varlığına son qoyulmuşdur. Növbəti dövlət isə Parfiya dövlətidir ki, məhz bu regionda yaranan. Parfiya dövlətdə eradan əvvəl düzdür, bunun tarixi qeyd olunmur, amma biz mənbələr əsasən qeyd edək ki, eradan əvvəl 247-ci ildə yaranmış, bizim İranın 224-cü ildə isə Fars nümayəndəsi Ərdəşid Babəkən tərəfindən varlığına son qoyulmuşdur. Gördüyünüz bu ərazi isə Hindistandır. Yəni Hindistan Asiya qitəsinin cənubunda yerləşir. Buna Hindistan yaylası və ya Hindistan yarımadası da deyilir. Hindistan yarımadasının qərbində Hind çayı, şərqində Qang çayı axır. Hindistanın eradan əvvəl 3-2 minilliklər tarixinə aid Hind çayı vadisində Mohenjo-daro və Harappa kimi qədim mədəniyyət sivilizasiyaları meydana gəlmiş, yəni sivilizasiya və ya da mədəniyyət meydana gəlmiş, amma eradan əvvəl 2-ci minillikdə bu mədəniyyətin hansı səbəbdən süqut etməsi, tənəzzül etməsi elmi hələ də məlum deyildir. Eradan əvvəl 2-ci minillikdə bura köçər Ar tayfalar gəldi. Ar tayfaları məhz dəmirin ixtira edəndən sonra və ya da hazırlanması öyrəndən sonra Qang vadisində mənimsənildi. Hindistanda təsərrüfat sahələri genişləndirildi. Məhz Hindistanda eradan əvvəl 1-ci min əvvəlində ilk qullar dövlətləri meydana gəldi. Hindistan ilk dəfə xarici təhlükə olaraq məhz Əhəmənilər hücumuna məruz qaldı. Eradan əvvəl 6-cı əsrin sonlarında, eradan əvvəl 4-cü əsrin 20-ci illərində, yəni 327-ci il eradan əvvəl isə İskəndərin yürüşünə məruz qalıb. Hər iki dövlət, həm Makedoniya, həm Əhəmənilər yalnız Hind çayı vadisinin, Hindistanın Hind çayı vadisi hissəsini tabe edə bilmişdilər. Makedoniya İskəndər ölümündən sonra onun imperiyası ki dağıldı. Hindistanda da Makedoniya Yunan istilasına qarşı Chandraguptanın rəhbərliyi altında məhz üsyan başladı. O Hind çayı hövzəsinin bir hissəsini azad edərək Maurya sülaləsinin əsasını qoydu və yaxud da dövlətini yaratdı. Bu sülalenin ən görkəmli nümayəndəsi eradan əvvəl 3-cü əsrdə hakimiyyətdə olmuş Padşah Şok olmuşdur. O Hindistan tarixində ilk dəfə bütün Hindistan torpaqlarını vahid halda birləşdirmiş və bütün Hindistan üçün islahatlar hazırlanmış. Bu islahatları əhali çatdırmaq üçün 30 kitabədə məhz yaymışdır. Eradan əvvəl 180-ci ildə Maurya sülaləsinin süqut etməsilə yenidən Hindistan xırda vilayətlərə parçalanmışdır. Gördüyünüz bu ərazi, bu çıxıntı Hind-Çin yarımadası adlanır. Məhz biz burada Vyetnamı qeyd etmişik. Bunu dərsin gedişində diqqətə çatdıracağıq. Bu çıxıntılı ərazi isə Hindistanın şimal-şərqində və Hind-Çin yarımadası şimalında, Koreyanın qərbində olan Çin ərazisidir. Çin ərazisində eradan əvvəl 2-ci minillikdə bərabərsizlik meydana gəlmiş, bunu qəbirdən tapılmış əşyalarla bir daha təsdiq edir. Eradan əvvəl dəmirin 6-5-ci əsrlərdə dəmirin istehsalı Çində əkin sahələri inkişaf etdi, təsərrüfat həyatı daha da inkişaf etdi və qida icma quruluşu dağıldı, yəni artıq qalan məhsul uğrunda mübarizə başlandı və Çində qullar dövlətləri meydana gəldi. Çində eradan əvvəl 4-3-cü əsrlər Vuruşan padşahlığı dövrüdür.
və yaxud da bu dövr kimi xarakterizə olunur. Bunların içərisində Sin padşahlığı digər rəqiblərə qalib gələrək eradan əvvəl 221-ci ildə məhz bütün Çini öz nəzarət altında ilk dəfə məhz birləşdirdi. Bu sülalənin banisi Sin Şuan idi. Sülalə Çində eradan əvvəl 221-206-cı illərdə hakimiyyətdə olmuşdur. Hətta gördüyünüz Hunların hücumunu qarşılanmaq üçün eradan əvvəl 214-cü ildə dünyanın 7 möcüzəsindən biri hesab olunan məhz Çin səddini də çəkdirmişdir. Sin sülaləsinin süqutundan sonra, yəni eradan əvvəl 206-cı ildə Çində Sin sülaləsi Xan sülaləsi əvəz etdi. Xan sülaləsi eradan əvvəl 206 və bizim eranın 204-də 4-cü ilinə qədər hakimiyyətdə olmuşdur. Bu sülalənin hakimiyyət dövrü 3 mərhələyə bölünür. İşğalçı müharibələr dövrü, iqtisadi tədbirlər, bir də mədəni tədbirlər. İlk öncə işğalçı müharibələr dövrünə nəzər salsaq, gördüyünüz kimi Vyetnamın bir sıra ərazilərini, yəni Hind-Çin yarımadasında Vyetnamın bir sıra vilayətlərini, gördüyünüz Koreyanı və Hunların bir hissəsini və ya ərazilərin bir hissəsini məhz Xan sülaləsi özünə tabe etmişdir və İpək yoluna da nəzarəti ələ keçirmişdir ki, bilirsiniz ki, İskəndər şərqə yürüş nəticəsində xalqlar və dövlətlər arasında əlaqə yarandı və Çindən İspaniyaya qədər uzanan ticarət yolları yarandı. İkinci əsrdə isə bu yol İpək yolu adı ilə daha çox tanınmağa başladı. Çünki buradan daha çox ipək daşındığı üçün bu yolu məhz belə adlandırırdılar. Mədəni tədbirlə gəldikdə isə kağızın istehsalı, eyni zamanda Çin əhalisinin vahid xalqa çevrilməsi məhz bunların mədəni tədbirlərindəndir. İqtisadi tədbirlər isə Sin sülaləsi dövründə boşalmış kəndlər yenidən məskunlaşdırıldı və təsərrüfat yenidən dirçəldi. Eradan əvvəl 1-ci əsrin sonu və bizim eranın 1-ci əsrin əvvəllərində Çində sosial ziddiyyətlərin kəskinləşməsi nəticəsində bizim eranın 1-ci əsrin əvvəlində qırmızı qaşlılar, sonra isə daha güclü üsyan olan 184-cü ildə baş vermiş Sarısaqlı üsyanın nəticəsində Xan sülaləsi zəiflədi. Nəticəsində Xan sülaləsi devrildi. Çində quldarlıq qurucu sarsıldı və vahid dövlət halında olan Çin yerinə xırda vilayətlərə parçalandı. Yəni Hindistanda Maliyyə sülaləsinin süqutu ilə Çində Xan sülaləsinin süqutu nəticəsində oxşar cəhət odur ki, bu dövlətlər yenidən vahid dövlət parçalanmış və xırda vilayətlərə bölünmüşdülər və parçalanmışdılar. Haqqında danışacağımız Asiyanın sonuncu qədim dövləti məhz Böyük Hun dövlətidir. Hunlar haqqında ilk məlumat məhz 2-ci minillikdə Çin mənbələrinə verilmişdir. Hunların əsas məşğuliyyəti ovçuluq və köçəri maldarlıq olmuşdur. 3-cü əsrdə Teoman Tanhu Hun tayfalarını birləşdirərək Böyük Hun dövlətini yaratdı, mərkəzi ötkən şəhəri olmaqla və əsas hücum hədəfi gördüyü Çin əraziləri idi. Bu dövlətin ən qüdrətli hökmdarı Mete Xaqan olmuşdur. Eradan əvvəl 209 və bizim eran 174-cü illərində onun işğalları nəticəsində dövlət əsas hücum hədəfi belə deyək Çin oldu. Eradan əvvəl 200-cü ildə baş vermiş Pinçin ərazisində baş vermiş döyüş nəticəsində Çin məğlub edildi. Bağlanmış müqaviləyə görə Çin hər il Hunlara ipəklə bac verməli, Çinin şimalı Hunlara keçməli və Çin Hunlardan asılı vəziyyətə düşməli idi. Məhz Mete Xaqanın işğalları nəticəsində dövlətin sərhədləri şərqdə Koreya və Sakit Okean sahillərinə qədər, qərbdə Xəzər dənizinə, şimalda Sibir, cənubda isə Hindistanın şimalında yerləşən Kaşqara qədər məhz əraziləri əhatə etmişdir. Amma bu dövlətin də qüdrəti uzun çəkmədi. Eradan əvvəl 1-ci əsrin ortalarında daxil çəkmə nəticəsində bu dövlət iki hissəyə şərqə və qərbə bölündü. Məhz şərq Çin himayəsini qəbul edir. Qərb isə bir müddət Çiçi Tanhu'nun rəhbərliyi altında öz mövcudluğunu qorusa da, məhz eradan əvvəl 36-cı ildə Çin hücum edib, məhz qərb Hunlarının varlığına son qoydu. Salamat qalan və yaxud da əsarətə düşmək istəməyən Hunlar gördüyünüz Altay dağlarına və yaxud da Ural dağlarına qədər məhz çəkildilər. Növbəti xəritə üzərində izahımız məhz qədim Azərbaycan dövlətləri və onların yerləşdiyi coğrafi mövqeyi diqqətinizə çatdırmağa çalışacağıq.